Salamlar əziz dostlar. Çox maraqlı proyektlərdən biri olan Glider 5 proyekti haqqında istəyirəm sizə məlumat verim, xəbəriniz olsun və ola bilər ki, bu proyektin əla airdrop ola bilər. Ona görə də qabaqcadan buradan müəyyən qədər pointlər yığmaq lazımdır. Proyektə qoşulmaq üçün mütləq şəkildə sizin MetaMask cüzdanınız və yaxud digər hansısa bir cüzdanınız olmalıdır ki, proyektə qoşula biləsiniz və balansında müəyyən qədər USDC ya Ethereum olmalıdır, həm də Base ağında. Burada nə edirik? Yəni artıq cüzdanım məndə var cüzdan və mən belə deyək də hal-hazırda kabineti istəyirəm sizə göstərim nə var, nə yox. Mən öz cüzdanımla qoşuluram bura. Kim istəsə təbii ki, videonun altında linki götürə bilər, linkdən qoşula bilər proyektə. Və gəlin baxaq görək içəridə nələr var, nələr yox. Ümumiyyətlə Glider Fi proyekti özü-özlüyündə bir növ belə deyək də portfel düzəltmək üçün olan proyektlərdən biridir. Bu proyekt sizə imkan verir ki, siz burada avtomatik portfel düzəldəsiniz və portfelə müəyyən tapşırıqlar verəsiniz ki, məsəl üçün bazarın hərəkətinə əsasən filan şey filan təhər olsun. Burada təbii ki, funksiyalar həddindən artıq çoxdur. Mənim hal-hazırda gördüyünüz kimi burada 99 dollara yaxın USDT-m var, hansı ki, mənə gündə 99 dənə point kasır. Mən bu rəqəmi təbii ki, bu məbləği biraz zaman imkan olduqca çoxaldacağam ki, daha çox point yığa bilim. Çünki daha çox point gələcəkdə daha çox belə deyək də airdropa gətirib çıxarda bilər. Və hal-hazırda görürsünüz mənim işlək olan, baxın burada 3 dənə portfel yaratmışam. Bunlar artıq məndə lazım deyil və bunları mən məsələn arxiv eləyə bilərəm. Çünki boşdur bunlar və görürsünüz işlək bir dənə portfelim var. Hansında ki mən ancaq belə eləyirəm də mənim taktikam budur ki, mən ancaq burada point kasıram. Ona görə də USDC və Tether arasında qoymuşam ki, yəni paralel olaraq hərəsi 50% saxlamaq şərti ilə burada sadəcə olaraq balans kimi dayansın. İstənilən vaxt təbii ki, bunu çəkə bilirəm. Bu hansısa piramida zad deyil, səhv salmayın. Bu DeFi proyektdir və heç bir halda piramida deyil. DeFi proyektdir. Görürsünüz, hər neçə saatdan birsə rebalancing baş verir. Təbii ki, rebalancing məndə elə də çox fərq verməyəcək. Çünki mənim yatırımlarımın 50% USDC-yə, 50% Tether-dədir. Amma burada nələr var, nələr yoxdur, necə edirik bunu? Baxın, hal-hazırda burada Explorer bölməsi var. Biz burada hazır portfellərdən götürə bilərik. USDC portfolyo, 50-50 Bitcoin, Ethereum və yaxud CBTC və yaxud digər. Amma yox, özünü yaratmaq istəyirsənsə burada Create var. Burada təbii ki, Create vurduqdan sonra variantlar çoxdur. Həddindən artıq çox variant var. Yəni mən özüm proyekti tam olaraq ideal vəziyyətə gətirib çıxarmamışam ki, burada tam olaraq ideal sizə məlumat verim. Çünki proyektin mən də özüm də əvvəlindəyəm və mən təbii ki, proyektə ideal vəziyyətə gəlib çıxanacam artıq sizin üçün gec ola bilər qoşulmaq. Ona görə də istəyirəm elə indidən çəkim və bildiyim qədəri sizə başa salım. Çünki yəni deyirəm, burada funksiyalar çoxdur, var if else funksiyası var, wait funksiyası var. Biz asset sadə bir şey seçəcəyik. Yəni USDC coin seçirəm və məsəl üçün digər assetsdə seçirəm Ethereum. Bu deməkdir ki, məsəl üçün mən 2 dənə coin seçmişəm və bu coinlər arasında belə deyək də specific percentage seçirəm, yəni faiz bölgüsü seçirəm və deyirəm ki, qoyduğum balansı, məsəl üçün bura 20 dollar qoysam, 20 dolların tutaq ki, deyirəm ki, 20%-i USDC-də qalsın, 80%-i də Ethereum-da qalsın deyirəm. Create portfolio eləyirəm. Burada təbii ki, məlumat yazaram portfeli haqqında, mənim portfelimi yazıram. Və tagdəki yaza bilərəm, məsəl üçün ETH, məsəl üçün özüm üçün, bu özümə aid olan bir şeydir. Yəni istəsəz yazmaya da bilərsiniz. İmzalayırıq və portfolyanı düzəldirik. Portfolyanı düzəltdikdən sonra artıq biz bunun balansını doldura bilərik. Yəni deyirəm, burada funksiyalar çoxdur. Burada bütün market funksiyaları var, hansılarda ki, siz məsəl üçün göstəriş verə bilərsiniz ki, əgər bazar nə bilim 5% o yana getdisə bunu elənəm, 3% bir yana getdisə bunu elənəm, hansısa memcoin belə-belə hərəkət elədisə sən onu sat və yaxud digər bir məsələ elə. Yəni avtomatik marketdir. Sadəcə olaraq avtomatik marketlərdir bunlar. Və gördüyünüz kimi mənim portfolyom hazırdır, avtomatik market portfolyom hazırdır, yeni portfolyodur və burada gəlir ki, hansı tokendən yatırım eləmək istəyirsən. Mən USDC seçirəm, balansında USDC var və gəlin 5 USDC qoyaq və baxaq görək 5 USDC biz bura qoyduqdan sonra nələr baş verəcək. Depozit eləyirik 5 USDC-mizi və yəni 5 dollarımızı və təsdiq eləyirik transaksiyanı. Siz də təbii ki, MetaMask ilə artıq, yəni MetaMask ilə eləyirdi zaten çoxu, amma bir wallet kimi cüzdanları işlədən çox az adamlar var. Yəni mən belə deyək də biraz bir qeyri-adi cüzdanlar işlədirəm. Ona görə qəribə gələ bilər ki, niyə MetaMask işlətmirsən? MetaMask xoşum gəlmədiyinə görə işlətmirəm. Start portfolio vururuq və start portfolio vurduqdan sonra görürsünüz, calculation, yəni sənin artıq belə deyək də sit back and relax, yəni istirahət elə artıq hazırdır. Continue vururuq, yəni davam etmək vururuq. Və görürük, bizim hal-hazırda balansımızda 5 dollar, net 5 dollar var, görürsünüz. 5 dollar USDC var, çünki USDC qoymuşuq. Və rebalansировka hələ ki olmayıb. Hər bir saatdan biri olur. Bunu da təbii ki, vaxtını dəyişmək olur. İstəsəz dəyişə bilərsiniz.
Baxdın edit portfolioda səhv eləmirəmsə burada əvvəlcədən eləməli. Ya settingsdə bax burada dəyişə bilərik ki, neçə saatdan bir settingsdə dəyişə bilərik ki, neçə saatdan bir rebalansировка olsun. Yarım saatdan biri olsun belə, amma biz daha tez də eləyə bilərik bunu. Gəlin birinci növbədə ana səhifəyə qayıdaq, səhifəni yeniləyək və görək bizdə nələr baş verdi. Və gördünüz ki, mənim mövcud portfoliyam, yəni mövcud portfoliyomdan da əlavə bir dənə 5 dollarlıq portfolio yarandı və baxırıq burada görürsünüz artıq bizim point kasma imkanımız 104 günü 104-ə qalxıb. New portfolio bölməsinə girirəm mən və görürük ki, bizdə ancaq USDC coin var və yadımıza salaq ki, biz bu portfolioya 2 dənə coin vermişdik. Biri Ethereum, biri USDC. Və gəlin baxaq, niyə hal-hazırda Ethereum yoxdur burada? Çünki rebalancing olmayıb, rebalansировка deyək, bu olmayıb. 30 dəqiqədən sonra olacaq. Gəlin bunu tezləşdirək və indi olsun və baxaq görək nə baş verəcək. Və vururuq nə baş verəcək və bazarın gedişatına əsasən mən rebalansировка vurduqdan sonra həmin bu portfel başlayacaq. Dediyim kimi, əvvəldə necə demişdim, 20% USDC-də, qalan 80% Ethereum-da olsun demişdim buna. Və görürsünüz, rebalansировка gedir, səhifəni yeniləyək ki, daha tez, yəqin ki, nəticə əldə eləyək. Ümid edirəm ki, daha tez olacaq və video çox uzanmaz. Gəlin, baxaq görək, bu baş verdi mi rebalansировка? Və gördüyünüz kimi uşaqlar, baxın, yenə də 5 dollardır balansımız, ümumi balansımız və bunun 1 dolları bizdə hal-hazırda dayanıb USDC-də, yəni 20% 1 dollardır və 4 dolları da Ethereum-da və bu belə də qalacaq. Və ümumən mənim bu portfolyom belə də yaşayacaq. Yəni 4 dollar həmişə Ethereum-da olacaq, 1 dollar da belə deyək də 80%, yəni olan məbləğin 80% burada olacaq. Yəni Ethereum düşsə əgər Ethereum düşməyə başlasa, təbii ki, burada artıq belə deyək də müəyyən qədər, yəni Ethereum qiyməti düşürsə burada da düşür və USDC-də də bu fərq verəcək. Çünki rebalancing olandan sonra avtomatik market bunu belə deyək də qaydasına qoyur. Yəni belə deyək də bunların arasında olan fərqi düzəldir. Yəni zaten bütün məbləğin, yəni burada məsəl üçün 5 dollar 50 sent olsa, həmin 5 dollar 50 sentin artıq 20% 1 dollar 10 sent eləyir və avtomatik burada 1 dollar 10 sent olacaq, burada isə 4 dollar 40 sent. Başa düşürsünüz məntiqi? Yəni burada olan məbləğ fərqi olamır, nə olur olsun. Bütün hallarda bu portfel həmişə 20%-in USDC-də saxlayacaq, 80%-in USDT-də saxlayacaq. Bu avtomatik baş verəcək. Yəni 1 ayda olsa burada, 3 ayda fərqi yoxdur. Bütün müddətlərdə qalıb ki, nə qədər ki, burada avtomatik baş verəcək. Mən açığı niyə görə, baxın, bunu test üçün elədim. Mən açığı Ethereum USDC seçmirəm, eləmirəm bunu normalda. Çünki mənə əsasən lazımdır maraqlı point yığmaq. Point yığmaq üçün isə mən nə etmişəm? USDC ilə Tether birləşdirib qoymuşam bura. Və ikisinin arasında rebalansировка olduğuna görə mən elə 99 dollar necə qoymuşam, bir ildən sonra da burada 99 dollar olacaq. Yəni heç nə azalmayacaq, nə çoxalmayacaq. Çünki USDC ilə USDT-nin qiyməti yəni düşüb qalxmır. Həmişə stabledır, yəni stable coin-də həmişə 1 dollara bərabərdir. Belə dostlar, belə bir maraqlı şey. Burada təbii ki, dəvət linkləri də var. Kimisə dəvət də eləmək olar və onun yığdığı pointlərdən müəyyən qədər sənə də point gələcək. Düzdür, dəvət sistemi hələ deyəsən tam olaraq işləmir, amma yenə də var. Digər məsələ, burada belə başqa heç bir şey yoxdur. Yəni belə qeyri-adi bir şey yoxdur ki, göstərim ki, yəni çətin gələ biləcək bir şey. Çox asandır hər şey, çox sadədir. Və təbii ki, bura 5 dollar da atıb, 10 dollar da atıb point yığa bilərsiniz. Yığın, yəni şans olaraq ola bilər ki, proyektin əvvəlidir və siz ola bilər ki, yəni atdığınız 10 dollara görə hansısa bir böyük bir məbləğ əldə edə bilərsiniz. Təbii ki, bu garantiya deyil, amma yenə də eləyə bilərsiniz. Belə dostlar, video xoşunuza gəldisə, mütləq şəkildə videonu like eləyin, mütləq şəkildə kanala da abunə olun və kommentlərinizi yazın ki, bilim görək sənə lazımdır. Bütün lazım olan linklər də videonun altında açıqlama bölümündə var. Sağ olun, gəlin görüşərdək.